Salam əziz beşincilər. Artıq sizlə 19-cu mövzuya qədər gəlib çatmışıq. Bugünkü mövzumuz da çox maraqlıdır. Əsasən sizin dünya görüşünüzü genişləndirəcək mövzudur. Şəhərlər necə yarandı? Siz hansı təsərrüfat sahələrini tanıyırsınız? Təsərrüfat sahəsi dedikdə nə nəzərdə tutulur? Təsərrüfat sahəsi dedikdə İnsanların pul qazanmaq və ya yaşamaq üçün gördüyü əsas iş növləri nəzərdə tutulur. Məsələn, kənd təsərrüfatı ilə məşğul olan insanlar, sənaye ilə məşğul olan insanlar, ticarətlə məşğul olan insanlar. Bu sahələrlə məşğul olan insanlar yaşadıkları yerə görə qruplaşırlar. Daha çox sənətkarlıqla məşğul olan insanlar şəhərlərdə yaşayır. Əkinçiliklə məşğul olan insanlar daha çox kəndlərdə yaşayır. Və görək onlar nə istehsal edirlər? İstehsal nədir? İstehsal bir şeyləri düzəltmək, hazırlamaq deməkdir. Sən özün plastirindən bir fiqur düzəltmisənsə, demək sən də nəsə istehsal eləmisən. Heç nə olmayan yerdə bir şey düzəltmisən. Qədim Azərbaycan şəhərləri necə yarandı? Sualına cavab tapacağıq. Azərbaycanın qədim şəhərləri Naxçıvan, Dərbənd, Təbriz, Gəncə və s. Bu şəhərlərin yaşı minilliklərlə ölçülür. Sizə tövsiyəm odur ki, bu şəhərlərin yerini xəritədə işarələyib əzbərləyəsiniz. Var sonradan yaranan şəhərlər, məsələn, Mingəçevir, Sumqayıt, bunlar gənc şəhərlər sayılır. Biz deyə bilmərik ki, Sumqayıt şəhərinin yaşı minilliklərlə ölçülür. Çünki o, qədim şəhər deyil. Görürsən, qədim şəhərlər necə yaranmışdı? Alimlər şəhərlərin meydana gəlməsini istehsal təsərrüfatının yaranması və oturaq həyata keçidlə əlaqələndirirlər. Artıq bilirsiniz ki, əkinçilik, maldarlıq, sənətkarlıq istehsal təsərrüfatının tərkib hissələridir. Əkinçilərə nə lazım idi? Geniş və məhsuldar torpaq sahələri. Maldarlara nə lazım idi? Geniş otlaq sahələri. Çünki onların gəlirləri, həyatı birbaşa torpaqla bağlı idi. Elə qədim əkinçilər ilk evlərin, kiçik kənd tipli yaşayış məskənlərinin qurucuları idi. İnsanların sayı artdıqca bu kiçik yaşayış məskənləri böyüyüb, tədricən qəsəbələrə və şəhərlərə çevrilirdi. Əkinçilik daha da inkişaf edirdi. Çünki süni suvarmadan istifadə olunurdu. Süni suvarmadan istifadə artıq məhsulun meydana gəlməsinə səbəb olurdu. Süni suvarma nədir? İnsanlar əvvəllər çayların ətrafında məskunlaşmalı olurdular. Daha sonra isə çaylardan öz əkin sahələrinə kanallar çəkirdilər, su çəkirdilər. Bu süni suvarmadır. Şəhərlərin yaranmasında artıq məhsulun meydana gəlməsi əhəmiyyətli rol oynadı. Artıq əkin-biçin alətləri, bu insanlara geyimlər lazım idi, ev əşyaları hazırlamaq lazım idi. Bu əkin alətlərini, geyimləri, əşyaları hazırlamaq üçün xüsusi insanlar qrupu yarandı və onlara sənətkar deməyə başladılar. Bu insanlar əkinçilik və maldarlıqla məşğul olmurdular. Sənətkarlar insanlar üçün zəruri olan müxtəlif məhsulları istehsal edirdilər. Zaman keçdikcə sənətkarların içərisindən tacirlər qrupu ayrıldı. Onlar məhsulların alış-verişi ilə məşğul olurdu. Sənətkarlığın və ticarətin inkişafı eyni zamanda insanların sayının artması daha iri yaşayış məskənlərinin meydana gəlməsinə şərait yaratdı. Elə şəhərlərin sakinləri də məhz sənətkar və tacirlər hesab olunurdu. Onlar mühüm ticarət yolları üzərində, çay kənarlarında, limanlarda məskunlaşır, yaşayış məntəqələri salırdılar. Liman deyəndə dənizin sahilində olan şəhərlər nəzərdə tutulur. Sənətkarlıq və ticarət hesablamaya, yazıya olan tələbatı artırdı. Bunun üçün isə sadə və anlaşıqlı yazı sistemi lazım idi. İnsanlar şəkli yazıdan əlifbaya keçdilər. Tacirlər
uzaq vilayətlərə məhsullar aparırdılar. Onlar getdikcə daha geniş yerlər haqqında məlumatlar əldə edirdilər. Bu isə coğrafi və tarixi biliklərin meydana gəlməsinə səbəb oldu. Nəticədə ticarətin inkişafı, elmi bilikləri, riyaziyyat, həndəsə, tarix, coğrafiya və s. inkişaf etdirməyə başladı. Artıq şəhərlər həm də elm və mədəniyyət mərkəzlərinə çevrilirdi. Şəhərlərdə sənətkar və tacirlər arasında iqtisadi mübahisələr baş verirdi, alış-veriş zamanı. Və bu mübahisələri həll etmək üçün xüsusi məhkəmələr qurulurdu. Əhalisi artdıqca böyüyən şəhərlərdə nizam, intizama da ehtiyac var idi. Şəhər idarəçilərindən ibarət xüsusi təbəqə də meydana gəldi. Bu idarəçilər təkcə şəhər daxilində deyil, onun ətrafında yaşayan əkinçilərə və maldarlara da hökmranlıq etməyə başladılar. Yəni, lor dildə desəm, bu idarəçilər özləri əkinçilərdən, digər sənət sahələrindən vergi alırdılar, özləri isə hakimiyyət, idarəçilik məsələləri ilə məşğul olurdular. Alimlərin fikrincə, dünyada ən qədim dövlətlər məhz şəhərlərdə yaranıb. Yəni, şəhərlər sonradan şəhər dövlətlərinə çevrilib. Hətta belə dövlətlər ilk dəfə Mesopotomiya adlanan ərazidə iki çay arasında meydana gəlmişdi. Yəni, şəhərlər daha sonra şəhər dövlətlərinə çevrilmişdi. Görürsən, şəhərlərin quruluşu necə idi? İnsanların həyatında din həmişə mühüm rol oynayıb. Maraqlıdır ki, qədim dövrlərdə elmlə də məhz din xadimləri məşğul olurdu. Bu, onların nüfuzunu daha da artırırdı. Təsadüfi deyildir ki, qədim şəhərlərin mərkəzində tanrıların şərəfinə möhtəşəm məbədlər tikilirdi. Bəzi şəhərlər isə elə məbədlərin ətrafında salınırdı. Qədim Atropatenanın paytaxtı Kazaka belə şəhərlərdən biri idi. Kəndlərdən fərqli olaraq şəhərlər xüsusi plana malik idi. Məbədlərin ətrafında, baxaq, buranı məbəd kimi təsəvvür eləyək. Məbədlərin ətrafında şəhər hakimlərinin evləri, idarə binaları, bazar yerləşirdi. Sənətkarlar özlərinə məxsus məhəllələrdə yaşayırdılar. Bu məhəllələrin yerləşdiyi küçələr, bazarlar sənət növünə uyğun adlanırdı. Məsələn, Zərgərlər məhəlləsi, Dəmirçilər məhəlləsi, Çörəkçilər məhəlləsi. Hazırda da belə adlara rast gəlmək olur. Elə Bakı şəhərində də Zərgərlər küçəsini, Kömürçü bazarını buna misal gətirmək olar. Məsələn, uşaqlar, bu Roma Panteonudur. Məşhur məbəddir, dini mərkəzdir. Panteonun ətrafında da şəhər yerləşir. Bayaq dedik, Kazaka şəhəri də məbədin ətrafında yaranmışdı. Məşhur Roma Panteonunu da sizə göstərdim. Şəhərlər divarlarla əhatə olunurdu. Divarlarla. İlk vaxtlar bu divarlar çiy kərpicdən hörülürdü. Adi palçıqla suvanırdı. Özül üçün sal daşlardan istifadə olunurdu. Zaman keçdikcə xarici hücumlardan müdafiə məsələsi ön plana çıxdı. Axı, varlı idarəçilərin, hakimlərin, sənətkar və tacirlərin yaşadığı məskənlər düşmənlər üçün mühüm sərvət mənbəyi idi. Üstəlik, xəzinələr də şəhərlərdə saxlanılırdı. Buna görə də daş evlərə və daş divarlara zərurət yarandı. Artıq böyük yaşayış məntəqəsinə çevrilən məskənlər qalın daş divarlarla əhatələnir. Qala bürcləri ilə möhkəmləndirilirdi. Qədim şəhərlərin küçələri dar və çoxdalanlı olurdu. Sonu qapalı və heç bir yerə çıxışı olmayan küçə dalan adlanır. Bu cür quruluş şəhər daxilində küçə döyüşlərinə hesablanmışdı. Düşmən şəhərə daxil olardısa, dar küçələr və dar dalanlar müdafiə olunmağa əlverişli imkan yaradırdı. Dövlətlər meydana gələndən sonra bəzi şəhərlər hökmdarlar tərəfindən salınmağa başlandı. Belə şəhərlərin mərkəzində hökmdar ailəsi,
adlı sanlı ailələr, din xadimləri və əyanlar məskunlaşırdı. Yadınızdadırsa, İrəvan şəhərini izah edəndə demişdik ki, burada Rəvanqulu xan tərəfindən bir qala tikilib. Sonradan ətrafında şəhər salınıb. Bəzi şəhərlər məbəd ətrafında salınırdı, bəziləri isə elə qalaların ətrafında. Baxaq, burada hökmdar ailəsi yaşayırdı, qala divarları ilə əhatə olunurdu. Hətta şəhərin bu hissəsinə bəzən iç şəhər deyirdilər, içəri şəhər deyirdilər, narın qala deyirdilər. Onun ətrafında sənətkar və tacirlər məskunlaşırdı. Buna görə də bəzi şəhərlərimiz 2 qat qala divarları ilə əhatələnirdi. Şəhər ətrafında isə əkinçiliklə məşğul olan əhali yaşayırdı. Onlar şəhər sakinləri hesab olunmasalar da, düşmən hücumları zamanı şəhərə sığınırdılar. Yüzillər keçdikcə bəzi qalalar da genişlənir, şəhərlərə çevrilirdi. Bakı və Dərbənd də belə şəhərlərdəndir. Bakı şəhərini gəzərkən, biz içəri şəhəri gəzəndə onun qala divarları ilə əhatə olunduğunu görürük. Bakı şəhəri necə şəhərdir? Bakı şəhərinin içində bir dənə də şəhər var. İçəri şəhər. Həmən o içəri şəhər adlandırdığımız ərazidə xüsusi küçələr, binalar var. Hətta içəri şəhər Bakının tarixi mərkəzidir. Qala divarları ilə əhatə olunub. Burada içəri şəhərin içində saray, Qız qalası, türbə, məscidlər yerləşir. Bir dəfə də Bakı şəhərini gəzməyə çıxanda mütləq içəri şəhəri xüsusi gəzin. Çünki siz tarixi baxımdan çox zəngin bir şəhərdə yaşayırsınız. Şəhərin içində şəhər var. Bu da onun başqa hissələrdən çəkilmiş formasıdır uşaqlar. Bu da içəri şəhər muzeyində Şirvanşahlar Sarayında olan maketdir. Ona da baxın mütləq. Bu da qrup işləridir. Kitabdakı şəkillərə əsasən istehsal təsərrüfatına aid hansısa bir sahəyə aid qeydlər aparıb. Məsələn, əkinçilik, məsələn, maldarlıq. Şəhərlər necə yarandı? Bunu təhlil eləyin. Qalaların ətrafında yaranan, məbədlərin ətrafında yaranan, qədim Azərbaycan şəhərlərinin quruluşu necə idi? Belə bir sxem çəkə bilərsiniz. Şəhərin içində kimlər yaşayırdı? Ətrafında kimlər yaşayırdı? Necə qorunurdu? Daha sonra kitabda səhifələrdəki şəkilləri bir-birinə müqayisə etməlisiniz. Şəhərlərin yaranmasının əhəmiyyəti nə oldu? Şəhərlər yarandı. Sənətkarlıq, ticarət inkişaf etdi. Əhalinin gəlirləri artdı. Şəhərlər ayrı-ayrı şəxslər tərəfindən salına bilər? Bəli. Bayaq dediyimiz İrəvan şəhəri. Şəhərlərin yaranması nəyin inkişafına şərait yaratdı? Ticarətin inkişafı, şəhərlərin yaranması, hesablamaların artımına, belə deyək, elmlərin daha da inkişaf etməsinə, məhsuldarlığın daha da artmasına, daha sonra qala divarlarının salınmasına və s. şərait yaratdı. Şəhərləri yaranma xüsusiyyətinə görə qruplaşdırın. Bayaq da dedim, məbəd ətrafında, qala ətrafında yarananlar. Kəndlə şəhər ətrafındakı arasındakı fərqi də yəqin ki, özünüz bilirsiniz. Bu sxem də uşaqlar yenə sizə aiddir. Şəhərlərin yaranma səbəblərini izah etməlisiniz. Şəhərlərdə hansı sahələr daha çox inkişaf edir? Sənətkarlıq, ticarət kimi. Dərsi öyrənəndən sonra kitabınızdakı bu tapşırıqları mütləq edin. Nəsə sualınız varsa rəylərdə bildirə bilərsiniz.